Prezident İlham Əliyev dekabrın 10-da John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti John Deere Waldorf International MMC-nin baş icraçı direktoru Ksaba Lekonu qəbul edib. Söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu. John Deere şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq, əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi. Ksaba Lekon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi. Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olundu. Təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edək ki, 1837-ci ildə Amerika Birləşmiş Ştatlarında qurulmuş John Deere kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıq yığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard Amerika Birləşmiş Ştatları dollarına yaxın olan John Deere-in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.